Mən istərdim, bax, sizi dinləyək hansı kontekstdə? Yəni, Azərbaycan regional liderdir, bizim tərəfdə, biraz yığcam ölkə olsaq da biz də liderik. Çin ümumiyyətlə dünya səviyyəsində lider ölkədir və əlbəttə ki, bu iki mərkəzin bir-birinə olan həm istəyi, diqqəti, qarşılıqlı, belə deyək, işgüzarlığı bu vacib bir, mən deyərdim, həm də siyasi resursa çevrilən məsələlərdir. Və bu baxımdan əlbəttə ki, üçüncü qüvvələrin də burada iştirakı var. Onlar heç də bir mənalı qarşılamırlar bizim yaxınlaşmamızı. Və biz görürük ki, dünya arenasında hansı proseslər görürsən ki, qəfildən birdən oyanır və hətta insanları necə deyim, tərk-islah eləmiş bir vəziyyətdə tutur. Bax, biz anlayırıq ki, Çinin özünün rəqibləri var, bizim özümüzün rəqiblərimiz var və bu məsələlərdə əlbəttə ki, negativ təsirləri də gözləməyə dəyər. Yəni, biz sadəcə vaxtında bunlardan sığortalanmağı gərək özümüzə bir vəzifə kimi müəyyən eləyək. Mən istədim ki, bu məsələyə münasibət bilərsiniz ki, hazırlığımız mənə elə gəlir ki, kifayət qədərdir ki, biz özümüzü əminli hiss eləyək. Mən sizinlə tam razılaşıram ki, təbii ki, təsirlər olacaqdır və düşmən tərəfdə yatmayıbdır. Çalışacaqlar ki, belə böyük uğurun qarşısını alsınlar və yaxud da ki, zəiflətsinlər. Amma indiki dönəmdə bu görüşün, bu münasibətlər sisteminin qurulması çox əhəmiyyətlidir. Yəni, hər dövr üçün böyük dövlətlərlə, aparıcı dövlətlərlə münasibətlər hər dövlətə xeyri eləyər. Amma indiki dönəmdə, indiki çağırışlar vaxtı ki, dövrün trendinə uyğun olaraq artıq münasibətlər sistemi dəyişməyə başlayıbdır. Həm dostluq münasibətləri sistemi dəyişməyə başlayıb, həm də elə düşmənçilik siyasətdə dəyişməyə başlayıb. Dünənə qədər hərbi bazalarla dünyanı fəth eləmək istəyənlər indi bazarlarla fəth eləməyə çalışırlar. Və göründüyü qədər bu daha çox Çin modelidir və hər kəs öz siyasətində redaktörlər eləyir və bu siyasəti ortaya gətirməyə çalışır. Belə bir məqamda xüsusən də indi Çin və Amerika arasında, iki qütb arasındakı ciddi tartışma vardı. Azərbaycan kimi dövlət, iki dövlətlə də, bu dövlətlərlə, bu qütblərlə balanslı siyasət yürütməsi bizim dövlətimizin xeyrinədir və Azərbaycan tərəfi təbii ki, hər tərəfindən normal siyasət yürüdür. Heç bir savaşda, səngərdə cəbhə tutmur. Amma ticarətdə hər kəslə ticarətdə vardır. Avropa İttifaqıyla da ticarətdə, normal ticarət varımızdır. Çinlə də indi onu qururuq. Amerikanın da münasibətlərimizi yaxşılaşmağa çalışırıq. Azərbaycan tərəfi unikal bir siyasət yürüdür. Bura çox qəliz mürəkkəb bir yerdir və açığı belə yerlərdə dövlət başçısının improvizə eləmə qabiliyyəti, operativ qərarlar vermə, bəzən tək başına bir toplantıda gözlənilməz şəkildə xüsusi bir münasibəti sərgiləməsi həm risklidir, həm də çox bu məsələdə istedad tələb edən məsələdir. Yəni, indiki halda kəndirbəs siyasəti deyək ki, yürütmək lazımdır. Kiçik bir səhv böyük risklərlə qarşılana bilər. Amma Azərbaycanın köklü bir siyasəti vardır. Daim olaraq hər kəsdən sıfır problemli bir siyasət yürütməyə çalışır və qazan-qazan prinsipi ilə davranır. İstəyir ki, bölgədə olan barış, dünyada olan barış iqtisadi maraqlara söykənsin. Yəni, hər kəs qazansın və orada sabitlik yaransın. Azərbaycan Çinlə münasibətlər sistemi, siz bayaq Sevil xanımla danışanda da bir məqama toxundunuz. Münasibətlər sistemi təkcə Azərbaycan üçün əhəmiyyətli deyil. Həm bölgəmiz üçün əhəmiyyətlidir, həm də Türk Dövlətlər Təşkilatında olan Türk dövlətləri üçün də çox əhəmiyyətlidir və dolayısıyla da Türkiyə üçün də çox əhəmiyyətlidir. Bu çox ciddi amildir, çünki bir kəmər, bir yol məsələsində bizim bu Türk Dövlətlər Təşkilatının iştirakı məsələsi həm xammalla zəngin olduğu üçün, həm də ki, logistik imkanlarla bağlı olaraq Çindən dərin əməkdaşlığa vacibdir. Həm də hər iki tərəf buna məcburdur. Çünki istəsələr də başqa yerdən yükdaşımalar edə bilmirlər. Düzdür, Çinin indi İranda Bəndər Abbas limanı götürüb deyək ki, icarəyə və orada genişlənmə işlə apar. Amma bu çox vəsait istəyir axı. Okeana çıx və gəl orada bir stop elə. Üzrstəm, orada ikinci limanda var, Çabaxar. İkincisini də götürüb, bəli. Həm də Pakistanda Çinin fəallığı var, Qubadağxar. Burada əsas məqsədi isə Çindən Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və orada limana girib getməkdir. Bu bir neçə və yük daşımalara, dəyişmələrə səbəb olacaq da, logistik imkanlarda. İntermodal daşımalar, intermodal. Bəli. Amma Azərbaycan üzərindən aparılan bu siyasət ki, logistik imkandakı araşdırmaları vardı. Müqavilələrdə həm də bu xəttlə bağlı ki, razılaşmaları vardı. Bu əhəmiyyətli hər iki tərəfin daha yaxşı qazanmasına səbəb olacaqdır. Həm də açığı, bilirsiniz, böyük dövlətlərdən, qonşu böyük dövlətlərdən kiçik dövlətlər həmişə ehtiyat edirlər.
ki bundan çox dərin inteqrasiya gələcəkdə onun peşinə çevrilməsi səbəb ola bilər, yoxsa yox. Azərbaycan Çindən aralıdır, bu bizim həm də avantajımızdır. Orta Asiya Türk Respublikaları Çindən və Rusiyadan çox ehtiyatlanırlar. Və ona görə bir balans siyasəti qurmaq istəyirlər. Türkiyə, Türk Dövlət Təşkilatı tərkibində Rusiya və Çinlə bir balans siyasətdə gedirlər. Son vaxtlar ilə o Orta Asiya Respublikalarının Kipr məsələsində, Yunan Kipr məsələsində atdığı addım da ciddi qınaqlara səbəb olmasına baxmayaraq, onun kökündə biraz da sığorta zənciri axtarmaq, sığorta ip axtarmaq dururdu. Yəni bir balanslı siyasət qurmaq, Avropa İttifaqının investisiyasını bura gətirmək, təhlükəsiz əmanət almaq və s. Yenə sizə istinad edin ki, bayaq dediniz, bu həm də iqtisadi münasibətlər deyil, bu həm də siyasi münasibətlər və siyasi təhlükəsizlik münasibətləridir. Əvvəlki dönəmdə deyək ki, qlobal siyasətdə geopolitikanın özü əsas idi, üst idi. Geoiqtisadiyyat biraz at yapıdaydı. Yəni o geosiyasətə qulluq edirdi, siyasətə qulluq edirdi. İndi şərtlər dəyişdi. Siyasət daha çox iqtisadiyyata qulluq eləməyə başlayıb. Amerika siyasətə baxaq, məsələn 50-ci illərdə onlar bir proteksionist siyasət yürüdürdülər. İndi yeni proteksionist siyasət yürütmək istəyirlər. Çünki o uğurlar qazanmışdılar. Hər kasıb ailənin hər imkanları böyüdü, daxildə toparlanma vardı. İndi yenə də korporasiya geri qaytarırlar, şirkətlər geri gəlsin falan, belə bir siyasət yürüdürlər. Yəni belə bir dönəmdə Azərbaycan tərəfinin bu böyük, həm də coğrafi mənada özündən kənarda olan böyük güclə çox normal münasibət bəsləməsi iki şeyə dəlalət edir. Azərbaycan bunu ilk dəfə təcrübədən keçirmir. Məsələn, Azərbaycanın bəziləri səhvə baxan proseslərə qınayırdılar ki, bir vaxt Rusiya ilə biz Ukrayna-Rusiya müharibəsi başlayanda ki, müqavilə bağladıq. Bəli. O müqavilə çox ciddi bir sığorta sənəti idi əslində. Təhlükəsizlik sənəti idi. Yəni baş verən o toqquşmada Azərbaycan tərəfi özünü qoruma sənəti idi. Üzr istəyirəm sizdən, Fəriz müəllim, həm də o Rusiyanın marağında olan bir sənəd idi. Əlbəttə. Çünki faktiki olaraq Rusiya özü bilirdi ki, artıq hərbi kampaniya başlayacaq və ona lazım idi ki, ətrafda olan dövlət və Azərbaycan kimi işlək vəziyyətdə olan bir məmləkət tərəflərin maraqları var da. Yəni Azərbaycan tərəfi maraqları uzlaşdırmağı bacardı. Bu gün də Çin ilə münasibətlər sistemində Azərbaycan təkcə iqtisadi məsələləriniz almır. Azərbaycan elə bir vəziyyətdədir ki, indi Azərbaycan çox ehtiyac var. Həm bizim yeraltı yerüstü sərvətlərimiz, logistik imkanlarımızla bağlı olaraq. Məsələn, Çin ilə Hindistan arasında ərazi iddiaları vardı. Bu Sənci müftü məsələ və böyük dövlətlər, xüsusən Amerika bundan çox faydalanır, bu məsələdən faydalanır. Bugün Hindistan Ermənistana çoxlu köməklər eləyir. Bizim bugün Çinlə yaxınlaşmağımız, o bölgədə həm də Pakistanla çox ciddi yaxın münasibətlərimiz o deməkdir ki, o bölgədə Azərbaycan tərəfi, düşmən tərəfi siz dediniz ki, oynamağa çalışacaqlara. Artıq utduq. Yəni biz bu tərəfdə üstünlüyü ələ keçirdik. Mən ona görə hesab edirəm ki, indi söhbətin gedişində daha geniş toxunarıq. Ölkəmizin xarici siyasəti unikal şəkildə bu məsələlər hesablanmış məsələlərdirlər və bunun altyapısında da başqa ciddi daha çox məsələlər dayanacaqdır. İndi müqavilələr bağlamaqda davam edir. İndi dünən 5-6 müqavilə bağlanmışdı. Çox ciddi müqavilələr idi. Hesab edirəm Çindən almalı olduğumuz çox şey var. Çinə sata biləcəyimiz də çox şey var. Və gələcəkdə də burada çox ciddi başqa bir amil var. Kobalt ehtiyatları dünyada ən çox Türkiyədə və Çindədir. Təkcə enerji ehtiyatlarını Avropa tutaq ki, bu günləri daha çox indi 12 milyard nə qədər vəsait vardı Orta Asiya respublikalarında. Oradan istəyir ki, litiumu, kobaltı, başqa materialları daşısın. Sabahları Çinin özü Azərbaycan neft qazı ki verir Avropaya bir yerlərin təhlükəsizliyi, təmin enerji təhlükəsizliyi. Sabah Çində olan bu materialların da bizim üzərimizdən daşınması və bizim özümüzdə istifadə ilə bağlı olaraq müəyyən məqamlar üçün də baza yaranır. Əlbəttə. Çünki dünyanın böyük dövlətləri artıq digər enerji ehtiyatları üzərində siyasətin qurmağa başlayıb. Ona görə mən hesab edirəm ki, bu səfər, bu yanaşma və bundan əvvəlki yanaşmalarda kimin nə deməklə asılı olmayaraq, Azərbaycan modeli yanaşma deyək ki, çox vektorlu bir siyasətdir. Çin özü də çox vektorlu siyasət yürüdür bütün dövlətlərlə münasibətlərdə. Amma bunu uzlaşdırmaq belə nəhəng bir dövlətlə, bizim dövlət indi belə ölçüsünə görə deyək də kiçik dövlət olmasına baxmayaraq, əhəmiyyətinə görə çox böyük dövlətdir. Biz əslində Hertland deyilən, dünyanın qəlbi deyilən yerdə boğaz çiçəyi. Buranı kim tutdursa əslində onundur. Çin də ona çalışır. Burada böyük bir rəqabət vardı. Yəni onların bizə çox ciddi şəkildə də həm də ehtiyacları vardı. Bizim təkcə onlara ehtiyacımız yoxdur. Amma bunu uzlaşdırmaq da bir ustalıq tələb eləyir. Mən Azərbaycan xarici siyasətini müəyyənləşdirən cənab İlham Əliyev başda olmaqla, Xaliçin Nazir başda olmaqla bütün əmək olanlara təşəkkür edirəm ki, belə unikal bir siyasət yürüdürlər.
Fərəc müəllim, bax bizim həqiqətən də əgər biz yol yoldaşıyıqsa, çünki bayaqlar belə söhbətimizin əvvəlində də mən dedim, qədim zamanlardan insanlar həmişə yollar haqqında fikirləşirdilər. Çünki yollar həm də inkişaf anlamına gələn bir vasitələrdir və əgər yollar yoxdursa, insanların arasında ünsiyyət, mübadilə də ola bilməz. Və dəhlizlərdən danışdıq, sonra burada prezidentimizin fikrini dinlədik ki, investisiyalar baxımından biz də hazırlıqlı vəziyyətdəyik. Və təbii ki, bu dəhlizlərə qarşı çıxanlar da var. Tək bu Ermənistan deyil, biz bunu bilirik və hətta belə deyək, mikroskop altında Avrasiya məkanında baş verən proseslərə yanaşan dövlətlər, qüvvələr, institutlar var ki, onlar düz yerdə çalışırlar, problemli şərait yaratsınlar və bizim bölgəmizdə Zəngəzur dəhlizi, orada dəhlizin özünün müqəddəratı. Bax, hər halda indi biz dirənişin şahidiyik. Necə düşünürsünüz? Bax, bu qüvvələr ki, Zəngəzur dəhlizinə qarşı çıxırlar, digər tərəfdən Azərbaycanın haqlı tələblərini çalışırlar, görməməzliyə vursunlar və nəhayət həm də bizim beynəlxalq səviyyədə olan vacib layihələrimizə artıq pəl vurmaq imkanlarını axtarıb tapırlar. Çoxmu bunların müqaviməti, belə deyək, öz qüvvəsini saxlaya biləcək? Çünki biz onsuz da demişik ki, biz istədiyimizə nail olacağıq. Bilirsiniz, bizim resurslar üzərindən bizə təzyiq eləmə imkanları arayanlar anlamırlar ki, o alət bizim əlimizdədir. Yəni bizim imkanımız da ondan istifadə edilmək üçün daha çoxdur. Logistik imkanlar bizdən keçirsə, biz daha çox ondan istifadə edirik. Yəni kənardan kimsə bu logistik imkandan bizim əleyhimizə istifadə eləsin. Ki, belə düşünürlər, uzun müddətli müqavimət göstərməyinə baxmayaraq bir şeylər çıxara bilmirlər. Amma təbii ki, böyük güclərin maraqları burada toqquşduğundan böyük layihələrdə toqquşur bir-biri ilə. Məsələn, burada Çin və Azərbaycan bir məsələdə çox ciddi şəkildə səylərini birləşdirirlər. Çin üçün bir anakonda siyasəti yürüdülür və çalışırlar ki, Çini artıq o anakonda siyasəti ilə tərcid eləsinlər. Əhatələsinlər. Avropada məsələ aydın idi. İndi Hindçin okeanında Avstraliya, Yeni Zellandiya, Yaponiya, Cənubi Koreya, Britaniya və Amerika birlikdə bir birliyi yaratması, orada menişlər görməsi. Sonra İranın özünün sanksiyalara məruz qalması, indi Bəndər Abbası götürübdür Çin, doğrudur. Oranı istəyir ki, genişləndirsin. Amma İran özü sanksiyalara məruz qalan bir yerdəsə, o qatar yoluna o yüklə daşımaq mümkündürmü? Burada deməli iki tərəfdən vəziyyət bunun üçün pisləşdi. Ən cənub yol olaraqdan Afrika burnu təhlükəlidir və uzaqdır və Husilərin də məlum səbəblərdən o hissələrdə təhlükəsizlik təminatı yoxdur. Davud yolu deyilən yol işlək vəziyyətdə deyil. O Davud yolda nə Türkiyənin, nə bizim də maraqlarımıza uyğun deyil. Çünki o siyasi mahiyyət daşıyan bir yoldur və orada başqa fərqli bir istəklər olduğuna görə Azərbaycan və Çinin bu orta yolun bizim dəhlizin açılmasında ciddi marağı yaranır. Niyə Türkiyə, Çin istəyir ki, bizimlə bu məsələlərdə ciddi şəkildə əməkdaşlıq eləsin? Çünki Çin, Rusiya və İran arasında bir bufer zona vardı. Bu Türk Dövlətləri Təşkilatıdır və burada kim əgər söz sahibi olarsa, bu hissədən də logistik imkanlardan da yeraltı sərvətlərdən də istifadə edə bilər. Xatırlayırsınızsa bir müddət əvvəl G5 plus Çin görüşü olmuşdu. Orta Asiya Respublikaları və Çin. Ondan sonra dərhal Amerika plus G5 görüşü olmuşdu. Eyni formatda. Özə çox düşündülər, Əfqanistan orada daxil etsinlər, yoxsa yox. Bütün bunlardan Avropa İttifaqı ilə Amerika arasında yaranan münasibətdən sonra dərhal Avropa İttifaqı 12 milyardlıq yanaşma, mən bunu rəmz olaraq deyirəm, ortaya qoydu və bu məsələni tez, tələm-tələsik qazanmağa çalışdı. Amma yenə yol məsələsi bizdən gedəcəkdir. Azərbaycan tərəfi, Azərbaycan prezidenti Çinlə münasibətdə də bir şey sübut elədi. Xüsusən Orta Asiya Respublikalarının son Kipr məsələsində atdığı addımdan sonraki prinsiplərdən dönmədən də nailiyyətlər əldə etmək mümkündür. Azərbaycan prezidenti Kiprlə bağlı, Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı net şəkildə Antalya forumunda fikir bildirdi. Ki, biz sona qədər yanınızdayıq və müstəqil olana qədər də yanınızda olacaq. Yaxın günlərdə belə məlumat var ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin özündə toplanma imkanları ola bilər və may ayının amma 22-sində Türkiyədə toplanacaqlar qeyri-formal olaraq. Sonra əsas toplantı Azərbaycanda olacaqdır, Şuşada olacaqdır. Yəni Azərbaycan tərəfinə o 12 milyardlıq nə onu Azərbaycan ala bilirlər pulunu, nə təzyiq elə bilirlər. Amma Azərbaycan da prinsiplərdən dönmədən də işlərini görür. Eyni siyasəti, siz bayaq bir toxundunuz, seçdiniz, mən Rusiya müqaviləsində toxunanda, Rusiyanın da eyni məsələni. Ticarətimiz yerində münasibətlər yaxşı, biz savaş açmırıq, xoş qonşuluq siyasi, amma Ukraynanın da ərazi bütövlüyünü tanıyırıq. Ukrayna humanitar yardımlar veririk, bu yaxında da onların uşaqlarını da Azərbaycan gətirmişlər.
burada reabilitasiya məqsədli olaraq da gətirmişlər bura. Yəni bu məsələdə Çinin və Azərbaycan davranışı ona görə deyirəm ki, bu orta yola hər ikisinin ciddi şəkildə ehtiyacı vardı. Bir, mən bayaq dedim, Davud yolu və cənubdan keçən, İrandan keçən yol Türkiyə-Azərbaycan tandemdə sərfəli deyil. Azərbaycan çünki xarici siyasətində əsas prinsiplərdən biri budur ki, Türkiyənin dostu dostumuz, düşməni düşmənimizdir. Bunu Azərbaycan prezidenti dəfələrlə sübut edib. Məsələn, Yunanistanın səfirini qəbul edəndə dediyi fikir yada salsaq ki, o necə sərt ifadələr işlətdi. Bir tədbirdə Türkiyə tərəfi yox idi. Azərbaycan tərəfi dedi ki, Türkiyə yoxdur, mən buradayam. Cavablarını verdi. Yəni o digər yollar ki, Türkiyə sərf eləmirsə, Azərbaycanda sərf eləmir deməkdir. Bu orta yolla bağlı ona görə ki, mane olmağa çalışsa da, Avropa İttifaqı üzvləri olsun, başqaları olsun, bu yol, bu alət bizim əlimizdədir. Çin də burada məsələyə əl qoyursa, mal satan tərəf budur, yol bizdədir və Türk respublikalarıyla da, Qazaxıstanla da, Özbəkistan, Türkmənistan, Qırğızstanla yaxşı münasibətləri vardır və onlarla da ciddi şəkildə iki tərəfli əlaqələr və çox tərəfli əlaqələr var Çinin və logistik imkan olaraq da bizdən istifadə etməyə çalışırlar. Və Avropanla da artıq başladılar bu məsələləri danışmağa. İndi siz əvvələ bir misal çəkdiniz limandan Avropanla bağlı olaraq. Oxşar bir şərait yaranıb. İndi Avropa İttifaqının özünün Çinə yanaşma ehtiyacları var və Çinin də onlara yanaşma ehtiyacları var Amerikanın təzyiqlərinə görə. Ona görə orada da bəzi dövlətlər ki, Avropa İttifaqında ziqzaqlar yaranıbdır. Hər öz mənafeyini daha çox axtarmağa başlayıbdır. Buna mane ola bilməyəcəkdir. Təbii ki, Ermənistan tərəfi və onun ağaları, Fransa olsun, başqaları olsun, periodik olaraq məsələyə müdaxilə etməyə çalışacaqdır. Amma bir yerə qədər gəlirlər ki, artıq özlərinin mənafələrinə də bura xidmət edəcəkdir. O anda onlar Ermənistanın başqalarını artıq meymun batanda, suda batanda altına qoyduğu kimi ayağın altına qoyacaqdır. Artıq o məqamda yaşanır. Yəni ona doğru gedirlər. Ona doğru gedir. Ermənistan bugün ikili siyasət yürütməsində kökündəsində iki stulda oturmasının kökündə də odur. O görür ki, məsələn, birmənalı şəkildə Avropaya tərəf inteqrasiya xəttini tutanda Rusiya tərəfdən gələn kötəklərin qarşısını almayacaqlar. Bu məsələlərdə biraz başlayır fərqli davranmağa, ya İran siyasətində dəyişilməyə çalışır, ya Azərbaycana münasibətlərdə məcbur olub hər gün bir xoş deməli mesaj verir və Azərbaycanın qoyduğu prinsiplərə əməl eləmək məcburiyyətində qalır. Ona görə mən hesab eləmirəm ki, bu baskılar aradan qalxacaqdır, amma hesab edirəm ki, baskılar effekt verməyəcəkdir. Yəni Azərbaycan məsələdə hələ bu meydanda tək görsənir. Sabah Türkiyə ilə bir yerdə görsənəndə və yaxud da Türk respublikaları görsənirik də tərəfdaşlarımızla, sonra Yox, müttəfiqlərimizlə. yəni bu gün getdi tək görüşdü. Bəli, hə. Sabah bir yerdə bir orta bazar münasibətləri ortaya qoymaq istəyəndə ki, Azərbaycan artıq Orta Asiya respublikaları ilə Türkiyənin gömrük məsələlərinin ki, yenidən baxır. Bu məsələdə bu faktor da mühüm olacaq. Çinin alver məsələsində, logistik məsələlərində artıq deyək ki, bir birliyin Türk Dövlət Təşkilatının Çin ilə münasibətlər sistemində fərqli bir mənzərə yaranacaqdır. Bayaq dediyim kimi, o anakonda siyasəti ki var və bufer siyasəti kimi Türk Dövlətlər Təşkilatından hər kəs əl atır ki, istifadə eləsin. Bugün Trumpın cənab Ərdoğanın ünvana söylədiyi xoş sözlər, xoşu gəlməzdən elə belə sevdiyindən deyil ki, Suriyadakı Türkiyənin uğurları, Liviyada ondan əvvəl mavi vətəndəki uğurları olsun, başqa bölgələrdə, Qafqazlarda olsun, uğurları olsun. Bütün bunlar onu göstərir ki, bu dövlətlər üzərində ciddi savaş gedir, qazanmaq üstündə ciddi savaş gedir. Bunun qızıl körpüsü Azərbaycandır. Yəni bura söz sahibidir və buranın bizim Azərbaycanın imzası olmadan burada kimsə bu alətdən öz xeyrini istifadə edə bilməz.